günləri sənin haqqında bizə nə danışırlar? Deyirlər bunların əlacı olsa girib aptek içində satır. Televizoru gətir bura bir bana eləyənə kimi, bura bir dənə güləşdə, nə olar? Bu yolun qırağı restorandır. Bəs buradan lülə, buna yazmısan bura, lülə kebab. Götürərəm. Xahiş elə bunu götür, bunu uşaqlar götür, o çörəyi götür, bərəkətlə qurban. Çörəyi götür, xahiş elə. Biz bura tamet düzdürəndə sizi nəzərə alıb bura tamet düzməmiş. Buranı biz əhali üçün düzmüşük ki, vaxt cəmaət rahat piyada keçidindən istifadə eləsin. Olmasın iki yeşik qozun fındığı, nə olar, payla cəmaata da. Bu boyda əhali səndən ötürü narazı keçə bilir, onda incilik yaranmır. Amma sən iki dənə tarafqa kiməsə pay verməyə yox. Belə şey olar, şəhərin ortasında balıq. Elə bir bura dənizdir, dənizin qırağındasan, çaydasan, göldəsən. Qoyurdunuz, indən belə qoymayın. Sizə də aiddir, böyle qonşuma da aiddir. Sumqayıtda küçə ticarətinin qarşısı alınır. Aidiyyatı qurumlar şəhərin müxtəlif ərazilərində reydlər həyata keçirir. Heydər Əliyev prospektində və Babək küçəsində keçirilən reyd zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin, Memarlıq və Şəhərsalma İdarəsinin, Bələdiyyənin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları qanunsuz küçə ticarətinin yol verilməz olduğunu bildiriblər. Sahibkarlarla söhbətlər aparılıb, bu halların təkrarlanmaması tapşırılıb. Diqqətə çatdıraq ki, səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır. Yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları bildirilir. Şəmsdan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.